Adı onluq kəsrlərdə nədir məsələ? Birinci aşağı siniflərdən başlayaq. Yəni 5-ci sinifə binən qayda. Bizə nələr lazım olur? Bizə lazım olan birinci kəsrlər üzərində əməllərdir. Kəsrlər nədir məsələn? Gəlin bir qısa hesab verək. 4/1 nə deməkdir? Bir pizzanın 4 dənə bərabər hissəsindən bir dənəsinin yeyilməsi deməkdir. Üçün gəlin birinci müqayisədən hətta başlayaq. O qısadır deyə digər hissəsinə keçərik. 4/1 olsun, biri də 5/1 olsun. Bunları görə bilməyimiz üçün 3/1 ilə 5/1 götürək. Belə olan halda bunları müqayisə etmək istəyiriksə, əgər sürətləri bərabər, məxrəcləri fərqlidirsə, bunların gəlin təsvirlərinə baxaq, sonra qaydamızı deyək. Bu o deməkdir ki, bir pizzanın 3 dənə dilimindən bir dənəsinin yeyilməsi deməkdir. Baxın bu formada, bir dənəsi yeyilir. Buradakı isə o deməkdir ki, 5 dənə hissədən, 5 bərabər hissədən sadəcə birinin yeyilməsi deməkdir. O da gözlə də görsənir ki, soldakı dilim daha böyük olmuş olacaqdır. Bu o demək ki, artıq 3/1 daha böyükdür. Yəni, sürətlər bərabərdirsə, məxrəci kiçik olanı böyük olmuş olacaq. Yəni, 3/1 böyük olmuş olacaq. Bir də ikinci müqayisəmiz var. Məxrəclər bərabər olsa necə olur? Məsələn, 4-dən 1-i və ya 4-dən 3-ü. O demək ki, bir pizzanın 4-dən 1 hissəsi yeyilib, bir digəri də məsələn 4-dən 3 hissəsi yeyilibdir. Bu formada olanda artıq gözlə də görsənir ki, 4-də 3 daha böyükdür deyə sağdakı böyük olmuş olacaq. Yəni, sürətlər bərabər olanda məxrəci kiçik olanı böyükdür, məxrəclər bərabər olanda isə sürəti böyük olan böyük olmuş olacaq. Yadımızda saxlayaq. Əgər 5-2 ilə 5-1-in cəmi istənilsə və ya fərqi istənilsə, məxrəclər bərabərdirsə sürətlər ortaq məxrəci gəlirlər. 5 və 2 ilə 1-i ya toplayıb ya çıxırıq. İndi misalın gedişatına bağlı olaraq dəyişəcək. Məxrəcləri fərqli olsa necə olacaq? Məsələn, 3/1 üstəgəlsin 4/1 qiyməti və ya çıxırıq, fərqi yoxdur. Belə olanda biz ortaq məxrəclərə gəldik. Yəni, məxrəcləri bir-birinə həmişə vurmuruq. Vuranda cavab alıb, sonra ixtisar edirik. Bəzən ixtisar edirik, bəzən yox. Amma tam dəqiq, yəni ixtisarsız cavab almaq istəyirsinizsə, məxrəcin əkovunu tapırsınız. O da 12-dir. Bunları vurursunuz 4-ə, bunu da vurursunuz 4-ə. Yəni, tamamlayıcısı 4-dür. Bunun tamamlayıcısı 3-dür. 3-ə vurursunuz hər birisini. Olacaqdır bunun sürəti 4. İndi toplayıb çıxırsınız, fərqi yoxdur. Misalda nə istəyir? Burada da 3 eləmiş olacaq. Yəni, hər gedişatı bu formadadır. Bəs yaxşı, vurub böləndə nə edirik? Yadınıza saxlayın ki, burada qarışıq ədəd olanda bəzən bunların tam hissəsini saxlaya bilirik. Yəni, tamları bir toplayırıq, tamları bir çıxırıq falan filan icra edə bilirik. Bəzi istisnası halı var. Məsələn, 2 tam 3/1-dən çıxıram. Nəyi? 3/2 qiymətini məsələn. 1-dən 2-ni çıxa bilmirəm deyə artıq mən buradan 1 tamını verirəm sürətə. 1-i 3-ə vururam, üzərinə 1 gəlirəm, 4 edir. Sonra tamdan tamı çıxıram. 1 tam 3/2 eləmiş olacaq, 4-dən 2-ni çıxıram. Yəni, amma əsas odur ki, tamlarla biz işləyə bilirik. Bir də yadımızda saxlayaq ki, 2 tam 5/1 yazılıbdırsa, bu deməkdir ki, 2 üstəgəlsin 5/1-dir. Yəni, tamla kəsr hissə arasında həmişə toplama olacaqdır. Bir də ki, biz vurma əməllərini və ya bölmə əməllərini icra etmək istəyiriksə, mütləq biz bunu düzgün olmayan kəsrə çevirməliyik. Yəni, qarışıq ədəddən çıxartmalıyıq. Məsələn, bizə veribdir 2 tam 5/1 vurulsun, nə olsun məsələn bizdə? 22-də 8 olsun məsələn. Belə olan halda biz bunu birinci düzgün olmayan kəsrə çeviririk. Olacaqdır 5-də 11 qiyməti. Vurulsun 22-də 8. Birinci sürət və məxrəclərinə baxırıq. İxtisar varsa ixtisar edirik, yoxdursa artıq vuracağıq. Burada ixtisar var, ixtisar gedir. Hər ikisi 11-ə bölünür, 2 qalır, burada 1 qalır. Bəli, 8 ilə 2 də ixtisar gedir, burada 1, burada 4 qalır. Bu da məxrəci 5, sürətinin də 4 olması deməkdir. Və bəzən bəli, bunu onluq kəsrindən də istəyir. O da 0.8 olmuş olacaq. Onluq kəsrə çevirmənin 2 üsulu var. Birincisi, sürəti məxrəcə bölürsünüz. Gəlin bölməndə icra eləyək. 4-ü 5-ə bölürük. 4-ün üstündə 5 yoxdur. 0,0 çıxdıq. 4. Və burada vergül atıram. Vergül atan kimi burada sonsuz sayda sıfırlar elə bil açıla-açıla gedir də. Bizə lazım olan qədər istifadə edəcəyik. 0 düşdü aşağı. 40-ın içində 5 8 dəfədir. 40 eləyəcək çıxanda da 0 eləmiş olacaqdır. Yəni cavab olacaq burada 0.8. İkinci gedişatımız isə məxrəcin 10, 100, 1000, 10.000 bu kimi ədədlərə gətirməyimizdir. Yəni, onluq kəsrin elə tərifində də deyilir ki, məxrəci 10, 100, 1000, 10.000 kimi yazıla bilən kəsirlərə onluq kəsirlər deyiləcəkdir. Yəni, 5-4 olacaqdır, məsələn, 10-a gəlir, 2-yə vurduq, bunu da 2-yə vururuq, 8 olur, 0,8. Məxrəcdəki sıfıran sayı qədər rəqam olmalıdır, sürətdəki rəqamda elə orada qeyd edilən, 0,8 olacaqdır. Bölünməsində isə artıq birincisi olduğu kimi qalır, məsəl üçün 2,4-də 3-dür, bölünsün. İndi fərqli bir qiymətlər deyəcəm. Zaten ixtisar falan olmayacaq yəqin ki. Kəsirləri bölərkən necə edirik? Yenə də əgər qarışıq ədəd varsa, bunu düzgün olmayan kəsirə çevirməliyik. Olacaqdır 4-də, 2-ni 4-ə vururuq 8, üzərinə 3 gəlirik 11 edəcək. Vururam ikincinin tərsinə.
Yəni 5-də 7 qiymətinə. İndi burada ixtisar yoxdur. Olacaqdır 4-ü 5-ə vururuq 20, sürətdə də 77 eləyəcək. İndi bunu gəlin qarşı ədədə çevirək. Yəni 77-nin içində 20 neçə dəfə var? Bu bizim olacaq tam hissəmiz. Görürük ki 3 dəfə. 20-də o da eləyəcək 17. Deməli bu olmuş olacaqdır bizim qarışıq ədədimiz. Onluq kəsirlərdə biz toplama əməllərini görəcəyik. Məsəl üçün 203 üstə gəlsin 0,008 məsələn. Belə misallarda və yaxud da belə yazaq 0,8. Belə misallarda nə edəcəyik? İndi aşağı sinifə qayıtsaq əgər, birincisini yazırıq və yaxud da ən böyük olan yazırıq, toplayırıq. İndi çıxması da əslində eynidir. Məsələ nədir? Bunu biz altından düzülük. Vergülün altında olmalıdır. Solda tam hissəsi, sağda isə 0,8-i qeyd edirəm və bunun altında rəqəm yoxdursa, mən orada 0 qeyd edəcəm. 0. İndi bunun toplaması, çıxması da standart eyni olacaqdır. Burada bir dənə xətt ayırırsınız. Bu xətt nəyə görədir? Vergülün yerini qeyd edəcəkdir. 3-dən 0 çıxıram 3 eləyir. 0-dan 8 çıxa bilməm. 10-dan 8 çıxıram 2 eləyəcək. Burada 1 düşəcəkdir. Tam hissəsi də 0-dır. Bu xətti də silirəm. Olacaqdır 0-dan 1000-də 123 qiymət olmuş olacaqdır. Bəs yaxşı. Onluq kəsirləri vurarkən necə vururuq? 0-dan 128 vurulsun. 2,2 olsun hətta. Bunu vurarkən uşaqlar, vergülün sağındakı rəqəmləri sayırsınız. Məsələn, 1, 2, 3 dənədir. 3-ü qeyd edirəm. Sonra isə toplayıram da cəm olaraq görün vergülün sağında neçə rəqəm var. Sonra isə vergülləri silirəm. Hətta bunu biz sağ tərəfdən qeyd etməliydik. Sonra isə bunları vururam. Bu sıfırın da bir mənası yoxdur da silə bilərəm. Buranda eləcək bizə 56, 56. O da bizə verəcək 616 qiyməti. Bu o deməkdir ki, vergülü elə bir yerə qeyd eləməliyəm ki, sağında 3 dənə rəqəm olsun. Yəni 1, 2, 3 vergül gəlir bu hissəyə düşür. 0,1000-də 616 olmuş olacaqdır. Onluq kəsirləri bölərkən necə böləcəyik bəs? Məsəl üçün bizə verdi 20 tam. Burada çıxmış. Bəli, biz çıxma da izah eləmişdik ki, çıxma toplama kisə standart eyni gedişat olacaqdır. Çox qəşəng bir səhv tutur. Deməli, 20 tam bizə nə versin? %16 versin. Bölünübdür bizə nəyə? Bölünsün bizə 0,2-yə. Belə misalda necə eləyəcəyik uşaqlar? Tövsiyəm odur ki, bunu belə yox da kəsr formasına qeyd edin. Onda daha rahat olacaq. Sürət hissəsi 20 tam %16, məxrəcdə isə 0,2. Bundan sonra isə vergülün sağında neçə dənə rəqəm var? Bunu müqayisə edəcəksiniz. Vurmada vergülün sağındakı rəqəmləri toplayırdıq. Yəni vuruqlardakı ayrı-ayrılıqda. Burada isə müqayisə edirik. Vergülün sağında neçə rəqəm var? 2 dənə. Bəs burada? 1 dənə. Hansında daha çoxdur? 2-dir. 2 dənə sıfır olan ən kiçik ədədə vurur. Əslində 2 sıfırı olan böyük ədədə də vura bilər. Fərqi yoxdur. Məsələn 200, 300, 400, 1000 falan. Sadəcə ondan sonra vurandan sonra ixtisar edəcəkdir. Ona görə eləmirik. Ən kiçik 2 rəqəm, 2 dənə sıfır olan ədəd 100 olmuş olacaqdır. Aşağıdakını da biz 100-ə vururuq. Aşağıdakı bizə bir də yadımızda saxlayaq ki, əgər 10, 100, 1000, 10000 bu kimi ədədləri vuranda bu vurarkən böyüyür deyə vergül sağa doğru hərəkət edir və sıfırların sayı qədər hərəkət edir. 1 və burada bir dənə də ədəd qoyur, ikincisinə keçir və bu hissəyə. Buranda boş olmasın deyə 20 ilə doldururuq. Məxrəc olur 20. Sürətdə 2 dənə sıfır var, 2 dənə rəqəm sağa gələcək. 1, 2, gəlir olur elə 2016. Bu formaya salandan sonra, yəni vergül olmayandan sonra, onu da artıq çubuqlu bölməklə böləcəksiniz. Bəzən sizə tam qiymət verir, bəzən isə onluq kəsirlərdən ibarət verir. Məsələn, burada onluq kəsir olacaq. 20-nin içində 20 bir dəfədir, 20 olacaqdır. Çıxanda 0 eləyəcək, 1 düşəcək. 1-in içində 20 yoxdur, 0. 0, çıxanda da 1, 16 düşdü yanına. 16-nın içində 20 0 dəfə. 0, 0, çıxdıq, 16 düşdü. Qalıq qalmamalıdır, tam almalıyıq. O zaman bura bir dənə vergül atıram. Burada da sonsuz sayda 0 gəlir artıq. Bir dənə 0 düşür aşağı. 160-ın içində 20 8 dəfədir. Elə 160 eləyəcək, çıxanda da bizə 0 vermiş olacaqdır. Yəni cavabımız nə oldu? 100,8 olmuş olacaq. Baxın, sizdə buraxılışda elə misallarla, yəni kəsirlərlə falan, yəni misal səsin vaziyyə ehtimalından düşür. Yəni ona görə həll eləyə bilməyimiz üçün qəşəng-qəşəng bunlardan çoxlu misallar işləməliyik. Qaydalar əsasən bu qədər. Dövr onluq kəsirlər 2 cür olur. Saf dövr onluq kəsir və qarışıq dövr onluq kəsir. Saf dövr onluq kəsir nədir? Bu əslində saf dövr onluq kəsir görəndə sevinin. Niyə? Çünki gedişatı asandır və rahatlıqla çevirə bilirik. Məsəl üçün 10 tam dövrdə 3-dür. Yəni vergüllə möhtəzə arasında rəqəm olmur. Bu saf dövr onluq kəsirdir. Bunun çevrilişi necə olur? Tamı yazıram tam hissəyə 10. Məxrəcə isə möhtəzə içərisindəki rəqəm sayı qədər 9 yazacağam. Bir dənə də deyək 9 yazıram. Bunun özündə elə 3-sü surətə köçürdən və iş bitirir burada. Bu arada dövr onluq kəsir nə deməkdir əslində?
Bu 10,3, 3, 3, 3 belə gedir. Bunu müqayisədə bəzən verir bizə. Məsələn, deyir ki, 10,4-3 ilə 10,4-23 və ya 10,32 qiymətini müqayisə edin bu üç dənəsini. Elə olanda misallarda siz nə ediyin uşaqlar? Burada da 10,4-3 qeyd edək təzədən. Belə olan halda siz bunların möhtəzələrini silin uşaqlar. Möhtəzələrini silin. Davamını qeyd edin. Görək hansı daha böyük olmuş olacaqdır. Ən azı 5-6 dənə qeyd edin. 23, 23, 23 bəs eləyər. 32, 32, bir dənə də 32. Burada da 3, 3, 3, 3, 3, 3 bu formada. Burada artıq məsələn görəcək ki, onda bir hissələrində məsələn bu iki dənəsi daha böyükdür. Bu ən kiçikdir. Məsələn ABC şəklində olsaydı A ən kiçik olacaqdı. Sonra biz indi buradakı ikisini müqayisə etsək, onda birləri eynidir. Yüzdə birlərinə baxanda artıq bu 2 olduğunu görürük deyə kiçikdir. Bu kiçikdir, o da ən böyük olacaqdır C. Həmişə müqayisələrinə baxanda dövranlıq kəsirlərdə bunlara fikir verin. Bəs qarışıq dövranlıq kəsirləri nədir və onları biz necə çeviririk? Qarışıq dövranlıq kəsirləri məsəl üçün bizə veribdir 5,2 dövrdə 26. Məsəl üçün bu artıq qarışıq dövranlıq kəsir olacaq və məsələ nədir? Vergüllə mötərizə arasındakı rəqəm sayı qədər artıq biz necə qarışıqla safı buradan ayırd edirik. Vergüllə mötərizə arasında rəqəm varsa qarışıqdır, yoxdursa saf dövranlıq kəsir olacaq. Bunlarda artıq müəyyən bir hesablama yerinə yetiririk. Tam hissəsi 5-dir bizdə. 5 tam, deməli, mötərizə içərisindəki rəqəm sayı qədər 9 olacaqdır və mötərizə ilə vergül arasındakı rəqəm sayı qədər 0 olacaqdır. Sürətə isə özünü köçürdürəm 226-nı və çıxıram. Mən burada mötərizə ilə vergül arasındakı rəqəmi, yəni 2-ni, bu da bizə nəyi verəcəkdir artıq? Elə kəsr qiymətini vermiş olacaqdır. Bir də bunun əvvələ qayıtması necə olacaqdır? Məsələn, 15-də 1 verək. Deyək, məsəl üçün, bunu dövranlıq kəsir şəklində yazın. Onda siz 2 gedişat elə bilirsiniz. İkinci gedişat elə də tövsiyə eləmirəm. Məxrəci 9, 90, 99, 900, 990, 999 bu kimi ifadələri gətirib oradan geri qaytardınız. Məsələn, bu hala salıb sonra əvvələ qaytarsınız. O da məsəl üçün 9-larla rahatdır, amma 990-larla, yəni sıfırlı olanlarda biraz beyninizi işlətməli olursunuz. O biraz qəliz olacaqdır. İndi burada bəs necə eləyəcəyik? 1-i böləcəksiniz 15-ə, artıq oradan birbaşa qiymətlərini əldə eləmiş olacaqsınız. 1-i böldə məsələn 15-ə. İçində yoxdur, 10-dur. Onun içində yenə yoxdur. 100 olur. 100-ün içində 15 90-dır. O da bizə neçə verir? 6 verəcəkdir. 90. Çıxdıq elədi bizə nə? 10 qiyməti. Təzədən bir də dövrə girəcəkdirmi? Yenə 6, yenə 6, yenə 6, yenə 6. Düzdür? Dövrə girən hissəsi 6 olduğu üçün bunu biz belə qeyd edəcəyik. 0, 0, 6-nı artıq dövr içərisində qeyd edəcəyik. Əgər məsələn burada olsaydı 61, 61, 61, onda biz 61 yazacaqdıq içərisəyə və yaxud da ki, verə bilərdi belə. 6, 6, 1. Yəni siz 6, 6 aldınız o demək deyil ki, hə bu üstədə yəni cavab alır. Düzü belə misal çıxmayacaqdır aslında, inanmıram. Yəni də işdir birdən misal olsa əgər. 661 artıq olmuş olacaq dövr hissəsi. O da olacaqdır burada 661 qiyməti. Yəni ədədin hissəsinin tapılması. Deməli, birinci şərtdə əgər ədəd gəlsə, sonra hissə gəlsə nə edirsiniz? Ədədi hissəyə vurursunuz. Məsələn, deyək ki, 20 manatın 4də 3 hissəsini tapın. Elə qısaca 20-ni 4də 3-ə vurursunuz. Tamı da kəsrə vuranda məxrəcə bölünür, sürətə vurulur. Burada ixtisar gedib 5 qalır, 5-i 3-ə vururam 15 edir. Yəni 15 olmuş olacaqdır. Bəs hissəsinə görə ədədi necə tapacağıq? Misalın şərtində birinci hissə gəlir, sonra ədəd gəlir. Bu zaman biz ədədi hissəyə bölürük. Məsəl üçün, deyək ki, bizim bir pizzanın 4də 1 dilimi, məsələn, 2 manatdır. Tutaq ki, yəni çox ucuz bir pizzadır. Onda biz nə etməliyik? 2-ni bölməliyik 4də 1 qiymətinə. Bizə bir kəsrləri bölərkən birinci qalır, ikinci tərsinə çevrilib vurulur. O da bizə 2-ni 4-ə vuracaq, o da 8-i vermiş olacaqdır. Vəssalam. Misalın şərtində həmişə ardıcılıqlara fikir verin. Bu da bu qədərdir adi onluq kəsirdən.